Niyə soyuducuya kağız dəsmallar qoymaq lazımdır? Səbəb. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Meyvə və tərəvəzlər sağlam qidalanma üçün əvəzolunmaz qidalardır. Lakin bu qidaları təzə və dadlı qalması üçün düzgün saxlamaq lazımdır. Meyvə və tərəvəzlərin saxlanma üsulları onların növünə, yetişmə dərəcəsinə və istehlak müddətinə görə dəyişir. Meyvə və tərəvəzləri saxlayarkən temperatur və rütubət kimi amilləri nəzərə almaq lazımdır. Ümumiyyətlə, meyvə və tərəvəzləri sərin, quru və havalandırılan yerdə saxlamaq daha yaxşıdır. Soyuducu bu məqsəd üçün münasib yerdir. Ancaq bəzi meyvə və tərəvəzləri soyuducuda saxlamaq olmaz. Meyvə və tərəvəzləri saxlayarkən digər vacib məqam etilen qazıdır. Etilen qazı bəzi meyvə və tərəvəzlərin yetişməsini sürətləndirən təbii hormondur. Lakin etilen qazı yaradan meyvə və tərəvəzlər yan-yana saxlandıqda digərlərinin çürüməsinə səbəb ola bilər. Bu səbəbdən etilen qazı əmələ gətirən meyvə və tərəvəzləri ayrı yerdə saxlamaq lazımdır. Məsələn, alma, armud, şaftalı, gavalı, ərik, kivi və s. Meyvə və tərəvəzlər sağlam qidalanma üçün əvəzolunmaz dediyimiz kimi qidalardır. Adətən kağız dəsmallardan əlləri və ya mətbəx səthlərini silmək üçün istifadə olunur. Amma məlum olub ki, soyuducuda da onların çox faydası var. Kağız dəsmallar tərəvəzlərin təzə qalma müddətini əhəmiyyətli dərəcədə uzadır. Bu üsul xüsusilə yay mövsümündə çoxlu salat, meyvə və tərəvəzin olduğu dövrdə daha faydalıdır. Çünki bu məhsulları uzun müddət saxlamaq həmişə mümkün olmur. Kağız dəsmallar məhsulların tərabətini qorumaqda əhəmiyyətli rol oynayır. Tərəvəz, salat və meyvələrin təzə qalması üçün kağız dəsmallardan necə istifadə etməli? Kağız dəsmal rulonundan bir neçə vərəq qoparın. Onları soyuducunun tərəvəz bölməsinin altına sərib, üstünə tərəvəz, meyvə və ya göyərti düzün. Bu zaman məhsullardan ayrılan nəmlik kağız dəsmallara hopacaq. Beləliklə nə çürümə, nə də pis qoxu yaranacaq. Hər dəfə yeni tərəvəz və göyərti əlavə etdikdə köhnə dəsmalları dəyişməyi unutmayın. Bu tərəvəz bölməsində təmizlik və tərabəti qorumağa kömək edəcək. Əgər sizdə ispanak və ya digər yarpaqlı göyərtilər paket şəklindədirsə, həmin paketin içində də kağız dəsmal yerləşdirilə bilər. Bu nəmlik yığılmasının qarşısını alacaq və salat yarpaqlarını daha uzun müddət təzə saxlayacaq. Bu necə işləyir? Tərəvəz, meyvə və göyərti saxlanarkən nəmlik ifraz edir. Əgər bu nəmlik yığılarsa, kif əmələ gəlir və məhsul çürüməyə başlayır. Kağız dəsmalları isə artıq nəmi özünə çəkərək bu prosesi ləngidir. Məhsulların xarab olmasının qarşısını alır. Üstəlik kağız dəsmalları alma, armud və giləmeyvə kimi meyvələrin saxlanmasında da istifadə etmək olar. Sadəcə məhsulların üstünə dəsmal qoymaq kifayətdir ki, nəmi özünə çəksin. Bu sadə üsul həm məhsulların tərabətini qoruyur, həm də israfın qarşısını alır. Bundan başqa meyvə tərəvəzin çürüməsinin qarşısını almaq üçün nə etmək lazımdır? Meyvə tərəvəzlərin xarab olmasına səbəb olan ən mühüm amil istehlak vərdişləridir. Mövsümü olmayan meyvə və tərəvəzləri ehtiyacımız olmayan səviyyədə almaq onların xarab olmasına səbəb olacaq. Bunun üçün alış-veriş siyahınızı da diqqətlə hazırlamalısınız. Bəzi çürük əleyhinə isə üsullar var. Meyvə tərəvəzləri az və tez-tez alın. Meyvə tərəvəzləri çoxaldıqdan sonra istifa olunur. Soyuducuda uzun müddət qalan məhsullar da bir-birindən təsirlənərək tez xarab olur. Bunun qarşısını almaq üçün həftəlik meyvə və tərəvəz ehtiyacınızı müəyyən etmək çox vacibdir. Digər tərəfdən tullantıları azaltmaq üçün istehlak vərdişlərimizi dəyişdirmək ev iqtisadiyyatına maliyyə töhfəsini təmin edir. Meyvə tərəvəzləri aldıqdan dərhal sonra yumayın. Tərəvəz və meyvələrin saxlanmasında ən çox edilən səhvlərdən biri bu qidaların dərhal yuyulmasıdır. Bazardan alınan meyvə tərəvəzi yerləşdirməyə qoyulmazdan əvvəl yuyulmamalıdır.
Çünki qidanın üzərində qalan nəmlik xarab olma prosesini sürətləndirə bilər. Xarab qidaları çeşidləməyi unutmayın. Ərzaqların saxlanması ilə bağlı az məlum olan faktlardan biri də meyvə və tərəvəzlərin bir-birini xarab etmə qabiliyyətidir. Meyvə və tərəvəzlərdə əslində qidanın inkişafını təmin edən etilin hormonu var. Ancaq bu hormon davamlı olaraq ifraz olunarsa, yetişməni sürətləndirir və qidanın çürüməsinə səbəb olur. Təbiətinə görə etilən hormonu ifraz olunduğu qidadan başqa, yaxınlıqdakı digər məhsullara təsir göstərə bilər. Bu səbəbdən yaxınlıqda xarab olan meyvələr və tərəvəzlər daha tez çürüyəcək. Tərəvəz və meyvələri növünə görə necə saxlamaq olar? Qeyd etdiyimiz kimi maddələr demək olar ki, bütün tərəvəz meyvələr üçün keçərlidir. Bununla belə daha uzun saxlama müddətlərinə nail olmaq üçün tərəvəz və meyvələri növünə görə saxlamaq lazım ola bilər. Xüsusilə tərəvəz saxlama üsulları meyvələrlə müqayisədə fərqli ola bilər. Yaşıl yarpaqlı tərəvəzlər. Bunlara gəlincə isə, məsələn, ispanaq, kələmkahı bu tərəvəzləri yuyulmadan rezindən hazırlanmış ağzı bağlanan saxlama torbalarında saxlamaq lazımdır. Rezin ekoloji cəhətdən təmiz xam mal olduğundan bu qablar ətraf mühitin çirklənməsinə mənfi təsir göstərmir. Məhsulları doğrayacaqsınızsa, onları hava keçirməyən qablarda saxlamaq daha məqsədə uyğun olardı. Sitrus meyvələrini soyuducuda və ya otaq temperaturunda saxlamaq mümkündür. Daha tez görünməsi və istehlak edilməsi üçün onları bir həftə otaq temperaturunda bir qabda saxlamaq məntiqli olardı. Daha sonra əgər onlar hələ də bitməyibsə, sitrus meyvələrinizi soyuducuya qoya bilərsiniz. Kök tərəvəzlər, yəni kartof, turp, zəncəfli saxlayarkən həmişə onlara diqqət yetirin. Bu tərəvəzlərin yaşıl hissələrini çıxardıqdan sonra onları saxlama torbalarına və soyuducuya qoymaq kifayətdir. Kartof bu baxımdan digər növlərdən fərqlənir. Çünki kartofu bir qədər soyuq yerdə və soyuducudan kənarda saxlamaq lazımdır. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa, abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.